burada Kənan balamızın timsalında bütün şəhidlərimizi anırıq. En güzel haldır ki, bax bugün bu fidan balalar burada iştirak edir. Məktəbin rəhbərliyinə də dərin minnətdarımızı bildiririk. Gəldilər burada şeirlərini dedilər, ürək sözlərini dedilər. Şəhidlər haqqında olan fikirlərini ürək yanılısıyla dedilər. Və bu fidan balaları mən özümü tutub deyirəm ki, mənim gözəl balalarım, Azərbaycanın gələcəyi olan Azərbaycandaşları, qürurlu Azərbaycan vətəndaşları. Artıq Azərbaycanımız suveren bir dövlətdir. Artıq Azərbaycanımız dünyada tanınan, daha da atributu olan üç rəngli bayrağı zirvələrdə dalğalanan bir dövlətdir. Bax, bunun qələbənin bütün hamısı bu oğulların sayəsindədir. Onların da yarımçı qalmış ömürləri, arzuları, istəkləri olur. Bax, arzular, istəklər sizin gələcək fəaliyyətinizdə öz əksini tapacaq. Yəni siz öz fəaliyyətinizlə yaşayacaqsınız. Siz öz yaxşı oxumağınızla Kənanları da yenə vurğuluram. Daha da adlarını zirvələrdə dalğalandıracaqsınız. Və unutmayın ki, bu vətən torpağının Qarabağında sıra dağlar kimi duranlarındır. Bax, bu oğullarındır. Vətən uğrunda ölmək də var. Ancaq siz yaşayacaqsınız, yaradacaqsınız və şəhidlərimizi də yaşayacaqsınız. Nərfə xanım, Allah zəmi şəhidlərimizin ruhunu şad eləsin. Bir şəhid anası kimi olaraq biz də bir Azərbaycan vətəndaşı olaraq sizin qarşınızda baş əyirik. Çox sağ olun, minnətdaram. Sağ olsun deyirik. İnşallah ki, Azərbaycanımız nə qədər var və bundan sonra da var olacaq. Hər zaman şəhidlərimiz və bu cür anılacaq. Allah zəmi şəhidlərimizin ruhunu şad etsin. Çox sağ olun.